15 avqustdan etibarən 28 may və Nizami metro stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatana qədər dayandırılacaq. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni nəqliyyat planı hazırlayıb. Bu çərçivədə 6 ekspres avtobus marşrutu fəaliyyətə başlayacaq. Eyni zamanda bir sıra mövcud xətlərdə avtobusların sayı artırılacaq. Avtobuslar hər gün səhər saat 6-dan gecə saat 12-yə dək metro qrafikinə uyğun işləyəcək. Bakı metropoliteninin məlumatına görə ekspres avtobuslardan istifadə ödənişli olacaq və onların hərəkət intervalı təxminən 5 dəqiqə təşkil edəcək. Yeni ekspres marşrutları təqdim edirik. M1 Elmlər Akademiyası 28 may, M2 İnşaatçılar Nizami 28 may, M3 20 yanvar Nizami 28 may, M4 20 yanvar Koroğlu, M5 20 yanvar Gənclik, M6 Elmlər Akademiyası və Gənclik arasında fəaliyyət göstərəcək. Bundan başqa 2, 6, 7, A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 88, A və s. kimi avtobus marşrutlarında say artırılacaq və gözləmə müddəti azaldılacaq.